bu cür qatarlar arasındakı intervalın artmasına səbəb olur. Davam edirik, hörmətli tamaşaçılar. İndi isə bir qədər həssas mövzu ilə davam edəcəyik. Sosial cəhətdən həssas şəxslərin məşğulluğuna dəstəkdən işsiz və yaxud da iş axtaran, həmçinin öz biznesini inkişaf elətdirmək istəyən şəxslər üçün çox önəmli bir fürsətdən danışacağıq. Dövlət Məşğulluq Agentliyi Dünya Bankının dəstəyi ilə məşğulluğa dəstək layihəsi çərçivəsində sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerləri yaradır. Layihə çərçivəsində seçilmiş şəxslərin işçilərinin əmək haqları müəyyən müddət ərzində müəyyənləşdiriləcək, eyni zamanda öz təsərrüfatını inkişaf etdirmək üçün dəstək alacaqlar. Bəli, çox maraqlıdır. Qeyd edək ki, layihə Bakı, Abşeron, Xızı, Quba, Xaçmaz və Lənkəran, Astara bölgələrini əhatə eləyir və iştirak üçün son tarix 24 oktyabr 2025-ci ildir. Daha ətraflı məlumat və qeydiyyat üçün Dövlət Məşğulluq Agentliyinin saytına və yaxud da dost mərkəzlərinə müraciət edə bilərsiniz, hörmətli tamaşaçılar. Əməkdaşımız Nəzrin bizə sosial cəhətdən həssas şəxslərə olan məşğulluğa dəstək mexanizmindən danışacaq. Bəli, gəlin süjetimizə baxaq. Sosial cəhətdən həssas qrupların məşğulluğunu artırmaq məqsədi ilə yeni pilot layihəyə start verilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən təşəbbüs təkcə iş yerləri yaratmaqla kifayətlənmir, həm də kiçik bizneslərin inkişafını da hədəfləyir. İşsiz və ya iş axtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını genişləndirir. Bununla yanaşı özünə məşğulluq proqramı çərçivəsində fəaliyyətə başlayan şəxslərin bizneslərini böyütmələrinə də dəstək göstərilməsi nəzərdə tutulur. Bəs layihəyə kimlər müraciət edə bilər və müraciət üçün hansı meyarlar əsas götürüləcək? Özünü məşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son bir il ərzində aktiv saxlayan, yəni ki, fəaliyyətdə olan və eyni zamanda müraciət tarixini Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan özünü məşğulluq proqramı iştirakçıları, məşğulluğa dəstək layihəsi iştirakçıları bu layihəyə müraciət edə bilərlər. Qeyd edilən bu meyarlara cavab verən 50 benefisiar seçiləcək və onların layihə çərçivəsində işə götürdükləri işçilərin əmək haqqı və ona bağlı olan icbari ödənişlər ilk 3 ayda müvafiq olaraq 100% tam şəkildə, növbəti 3 ayda isə 50% məşğulluğa dəstək layihəsi tərəfindən qarşılanacaq. Layihə ilkin mərhələdə Bakı, Abşeron, Xızı, Quba, Xaçmaz və Lənkəran, Astara iqtisadi rayonlarını əhatə edəcək. Yeni pilot layihə çərçivəsində yaradılacaq iş yerləri təkcə iş axtaran şəxslər üçün deyil, həm də sahibkarlar üçün faydalı olacaq. Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib ki, sosial cəhətdən həssas qrupların əmək bazarına cəlb olunması biznes sektorunda kadr çatışmazlığının aradan qaldırılmasına, eyni zamanda sahibkarların sosial məsuliyyətinin güclənməsinə xidmət edir. Biz çox istərdik ki, işə götürənlər təşkilatı olaraq ölkəmizdə olan bütün işə götürənlərin əksəriyyətində məhz fiziki qüsuru olan, əlilliyi olan insanların nəinki reabilitasiyası, onların məşğulluğunun tətbiq olunmasında da bunu özlərinin bir korporativ sosial məsuliyyətinə çevirsinlər. Burada əsas bizi gücləndirən məsələ bir qanunvericiliyin olması, real kvotaların olmasıdır. İkincisi isə maarifləndirmə istiqamətində addımların atılmasıdır. Son qeyd etdiyim ki, Azərbaycan ən böyük işə götürənlər konfederasiyası olaraq biz bu istiqamətdə yarmarkalar təşkil edirik. Sonuncu yarmarkamızda 20-dən çox şirkət iştirak etdi. Ümumilikdə 40-a yaxın vakansiyalar tətbiq olundu və təklif olundu və bu vakansiyalar əlilliyi olan şəxslərə təklif olunurdu. Qeyd edək ki, layihədə iştirak etmək istəyənlər üçün müraciət prosesi artıq başlayıb və son müraciət tarixi 24 oktyabr 2025-ci ildir. Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və dost mərkəzlərinə müraciət edə bilərlər. Bəli, insan həyatında ən böyük dəyərlərdən biri əməyə verilən qiymətdir, münasibətdir. Xüsusilə də sosial cəhətdən həssas qruplara mənsub şəxslərin əmək bazarına inteqrasiyası, onların iqtisadi və sosial fəallığının artması dövlətin sosial siyasətində önəmli istiqamətlərdən biridir. Bugün də elə studiyamızda məşğulluğa dəstək layihəsinin rəhbəri Fəqan Əsgərovla bu məsələni müzakirə edəcəyik. O studiyamızın qonağıdır. Xoş gəlmişsiniz Fəqan müəllim studiyamıza. Elə ilk əvvəl ondan başlayaq ki, süjeti izlədik, yəqin
yəqin ki, siz də izlədiniz. Əvvəlcə bu pilot layihənin əhəmiyyətindən istəyərdik danışasınız. Təşəkkür edirəm. Bizdə bu pilotun əsas məqsədi layihə çərçivəsində aktivlərlə təmin olunmuş benefisiarların yeni bir mərhələyə köçürməsi, yəni fərdi bizneslardan kiçik biznes mərhələsinə keçməsidir və bu addımla, yəni əlavə işçi götürərək həmən benefisiarlarda işə götürən təfəkkürünü yaratmaqdır. Yəni bir müddət işsiz olan insanlar bir il ərzində yəni fəaliyyətlərə başlayırsa və bunlar inkişaf etmək potensialı varsa, biz onlara, yəni süjetdə qeyd elədiyi kimi 3 ay ərzində əlavə işçinin 100%lik olaraq əmək haqqını və digər ödənişləri, növbəti 3 ay ərzində 50%. Və biz ümid edirik ki, yəni bu bir təkan olaraq insanlara bizneslərinin inkişaf etdirməsinə bir köməkli olacaqdır. Hansı meyarlarla seçiləcək həmin bu dəstək göstəriləcək sahibkarlara? Əsasən bizdə əsas belə deyək məqamlar fəaliyyətdə olmasıdır, vaxtında vergilərin ödəməsidir və eyni zamanda inkişaf potensialını olan deməli qiymətləndirilməsidir və ən əsas məqamlardan biri ondandır ki, bu həmin o fərdi sahibkarlar özləri həmin o inkişafa olan meyillərini olsunlar və biz onlara bu şəkildə dəstəkləri göstərə bilərik. Yəni bu proqramın digər məşğulluq proqramlarından fərqi odur ki, həmin o dəstək göstərilən şəxsin əlavə bir işçilər götürülməsi məhz dövlət tərəfindən 3 ay ərzində. 6 ay ərzində, bəli, 3 ay ərzində 100%, növbəti 6 ay ərzində 50% və sonradan yəni bu fərdi sahibkar özü qərar verməlidir və biz çox həmin belə ümid edirik ki, yəni növbəti mərhələlərdə bu insanlar həmən o işə götürdüyü şəxsləri də davamlı olaraq işlə təmin edə biləcəklər. Ümumiyyətlə, bəs proses necə gedir? Yəni layihənin icrası zamanı daha çox kimlərə üstünlük verilir? Proses necə davam edir? Ümumiyyətlə... Yəni, hər kəs müraciət edə bilməzdir? İşçilər hansı meyarlara görə seçilir? Əsasən layihəyə müraciət edən şəxslər, yəni hamı müraciət edə bilər, amma meyar olaraq ki, qəbul olmaq, bu işsiz şəxs olmaqdır. İşsiz şəxs olaraq bunlar bəlli bir prosedurlardan keçəndən sonra layihəyə cəlb olunur, orada peşə təlimləri, biznes təlimləri keçəndən sonra onlara aktiv verilir və bir il müddətində bunların həmən o benefisiarlara müşahidə və mentor səfərləri gedir və biz onlara biznesin düzgün qurulmasını, idarə edilməsini dəstəkləyirik və köməklik göstəririk. Və bundan sonra biz belə bir identifikasiya edirik ki, məsəl üçün, bəlli bir benefisiarlar ki, inkişaf potensialları yüksəkdir. Onlarla digər istiqamətlərdə davam edirik işlərimizi. Bilavasitə bu həmən o pilot olaraq həssas cəhətdən insanlar iş təmin olunmasıdır. Eyni zamanda bizim həvəsləndirmə mükafatları kimi bir layihəmiz var. İnsanlar inkişaf etdikləri, yəni potensialı yenə olanlar əlavə avadanlıqlar da təmin edirik ki, onlar bizneslərini genişləndirsinlər. Yəni bir neçə belə bir istiqamətlər var ki, hansından ki biz çalışırıq. Növbəti mərhələdə məsəl üçün şagirdlik kimi bir layihə var. İnsanlar gətirib orada deməli digər şəxsləri öz peşələrinə şagirdlik deyək. Bəli, öyrədirlər və sonradan həmən insanları biz ya həmən bizneslara ya digər istiqamətlərdə, yəni işlə təmin olunmasına bir yardım kimi bir mexanizm kimi. Hansı bizneslər daha çox üstünlük, yəni tələb var və yaxud da müraciət? Ən yüksək, belə deyək, bugünə olan rentabilliyidirsə, nöqteyi nəzərindən və aktuallıqdan... Gələcək perspektivi daha çox hiss olunur. olanda, məsəl üçün, dərzi istiqamətidir, sonra konditor, belə deyək, qənnaz, sonra avtomobillərin deməli bərpası servisləridir, sonra məsəl üçün qadın gözəllik salonlarıdır, kişi bərbər salonlarıdır. Hardasa ümumi istiqamətdə bir 10-12-yə yaxın lap, belə deyək, potensialı yüksək olan peşələr. Yəni istənilən halda bir səbir, dözüm nümayiş etdirməklə həmin o mərhələləri təsəvvür edəcək, yəni kifayət qədər bir vaxt da tələb eləyir, yəni həmin o benefisiarların
gələcəyə yönümlü bir sahibkar kimi yetişməsi üçün kifayət qədər resurslar da sərf olunur. Ümumiyyətlə, bu layihədə keçən şəxslərin bir sayında bir rəqəm varmı ki, artıq bu layihədən yararlanırlar və onlar artıq filan qədər işçi götürüblər? Maraqlı nümunələr varmı? Öz təsdiqini tapmış? Əlbəttə ki, yəni bugünə qədər biz hədəfimiz 22 min benefisiar idi, amma faktiki olaraq 25 mindən yüksək insana deməli aktivlə təmin edilmişik və hazırda onlardan 80%-dən yuxarı fəaliyyətdədir. Digərləri indi aktivlərin təzə verilməsi ilə bağlı və s. səbəblərdən hələ ki bizneslərini başlayır. Amma uğurlu əmsalı bizdə hardasa 80%-ə yaxındır. Və biz mütəmadi olaraq insanlarla görüşlər keçirdəndə həmən o uğurlu biznesləri yəni təqdim edirik. Onları təşviqat edir. Nümunə kimi bəli göstəririk ki, yəni bu insanlar uzun müddətli belə deyək işsizlikdən sonra həmin o layihəyə cəlb olunandan sonra bilavasitə bunlar öz işlərini mənimsəyib və davam etdirmə imkanına malik olublar və digər insanlar da həmin şəkildə layihəyə cəlb edilməsinə belə deyək təbliğ edirik. Yəni bu 22 min kvota, yəni siz nəzərdə tutmuşsunuz 25 min. Yəni bu 3 min mane olmur ki, yəni onların yenidən həmin o təchizatlarla təmin olması. Xeyr, əslində layihə 20-25-ci iləcən nəzərdə tutulmuşdu və həmin o rəqəm 22 min ilkin rəqəm idi. Amma layihənin icrası zamanı, yəni biz bu hədəfləri çatana nəzərə alaraq layihənin davamını deməli nail olduq və növbəti fazada 30-cu ilə qədər, yəni 29-cu ilin sonuna qədər daha 30 min insanın layihəyə cəlb olunması. Yəni toplamda biz hardasa 55 mindən artıq insanın bu deməli üzvünü qurmaq imkanı əldə edəcək. Bəs bu müraciətlər arasında, məsələn, tutaq ki, qadınlara və yaxud da sosial cəhətdən hansı həssas qruplara müəyyən güzəştlər varmı? Bəli, var. Əsasən bizdə yəni həssaslıqdan danışanda biz əsasən deməli məşğulluq deməli mövqeyindən biz həssaslıqdan danışırıq da. Qadınlar, gənclər, məcburi köçkün, yəni keçmiş məcburi köçkünlər, bunlar bizim hədəf kateqoriyasına olan insanlardır və biz bu həmən kateqoriyalı insanlara daha önə çəkirik və yəni ümumi sayda hardasa məsəl üçün belə deyək, qadınlar bizim layihənin 40%-ni təşkil edirlər. Yəni onlara xüsusi belə deyək dəstək göstərilir. Eyni şəkildə keçmiş məcburi köçkünlərə də biz önəm veririk və növbəti fazada işğaldan azad olmuş ərazilərdə layihənin daha aktiv iştirakı nəzərdə tutulmuşdur. Fəqət müəllim, son olaraq bir məsələni də deyək ki, indi biz danışırıq məşğulluq proqramı falan bu kimi məsələ, amma insanlar bu sistemdən, proqramdan yararlanmaq üçün nə etməlidir? Sanki bir məlumatsız ola bilər, tamaşaçılarımız da ola bilər. Nə etməlidir? Bu günləri siz dediyiniz kateqoriyada olan şəxslərdir və hara müraciət etməlidir? Ümumiyyətlə, layihəyə müraciət etmək üçün Dövlət Məşğulluq Agentliyinin sistemi ilə dost mərkəzləri vasitəsilə müraciət etmək olar. Eyni zamanda onlayn olaraq müraciət etmək olar Dövlət Məşğulluq Agentliyinin saytı üzərində və prosedur çox asandır. Yəni müraciət edərək orada profiling sistemi üzərindən keçərək layihəyə qoşulmaq və iştirak etmək çox mümkündür. Yəni o müəyyən olunan kriteriya öz təsdiqini tapırsa, həmin o proqramdan bəli, onların çox belə deyək hissəsi onlayn olaraq hazırlanır. Yəni insan ora daxil olan. Məşğulluq sistemində yəni hər bəli, onlar hamısı deməli qeyd olunur və ondan sonra yəni fərdi məşğulluq proqramı hazırlanandan sonra layihədə iştirak etmək mümkün olur. Bəli. Təşəkkür edirik Fəqət müəllim, studiyamıza gəlib. Bu maraqlı layihədə sizə uğurlar arzulayırıq. Sizə həqiqətən hər hansı bir sahibkar əgər öz fəaliyyətində, yəni fiziki məhdudiyyətli insanın gücünə, bacarığına güvənirsə, onun inanırsa ona, bu artıq mənəvi dəyər sayılır. Çox sağ olun, təşəkkür edirik. Studiyamıza gəldiniz, suallarınızı cavablandırdınız. Sağ olun. Dövlət Vergi Xidmətinin